Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikasının qanunu. Bu qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 15-ci bəndinə uyğun olaraq Azərbaycan Respublikası ərazisində aparılan nağdsız hesablaşmaların hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Birinci fəsil. Ümumi müddəalar. Maddə 1. Nağdsız hesablaşmaların məqsədi. Bu qanunun məqsədi Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirməkdir. Maddə 2. Nağdsız hesablaşmalar haqqında qanunvericilik. Nağdsız hesablaşmalar haqqında qanunvericilik bu qanundan, Azərbaycan Respublikasının mülki məcəlləsindən, Azərbaycan Respublikasının vergi məcəlləsindən və onlara uyğun olaraq qəbul edilmiş normativ hüquqi aktlardan ibarətdir. Nağdsız hesablaşmalar haqqında qanunvericilik ələt azad iqtisadi zonasına şamil edilmir. İkinci fəsil. Nağdsız hesablaşmaların tənzimlənməsi. Maddə 3. Nağdsız qaydada həyata keçirilən hesablaşmalar. Nağdsız hesablaşma dedikdə aşağıdakılar nəzərdə tutulur. 1. Bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə, o cümlədən ödəniş adətləri, ödəniş kartları, ödəniş tapşırığı və s. və ödəniş vasitələri, mobil telefon aparatları, kompüter və digər avadanlığı ilə həyata keçirilən hesablaşmalar. 2. Ödəniş terminalları ilə həyata keçirilən hesablaşmalar. 3. Birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar. Hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız bu qanunun 3.1.1-ci maddəsində müəyyən olmuş formada həyata keçirilə bilər. Bu qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ədəbi məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında, aylarında 200 min manatdan artıq olan ticarət və ya ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin ƏDV daxil olmaqla 2%-dən, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Bu maddənin birinci cümləsində nəzərdə tutulan halda, əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin ƏDV daxil olmaqla 2%-i 30 min manatdan az olduqda, təqvim ayı ərzində ümumi məbləği 30 min manatdan artıq olan hesablaşmalar üzrə əvvəlki təqvim ayında təqdim edilən mal, iş və xidmətlər üzrə dövriyyənin ƏDV daxil olmaqla 2%-i 50 min manatdan çox olduqda isə, təqvim ayı ərzində ümumi məbləği 50 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mülki hüquqi xarakterli müqavilələr əsasında mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik hər bir belə fiziki şəxs üçün nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi 30 manat məbləğində müəyyən edilir və həmin məbləğ bu qanunun 3.3-cü maddəsi ilə müəyyən edilmiş nağd əməliyyat həddinə daxil edilmir. Bu qanunun 3.3-cü maddəsinin müddəalarından asılı olmayaraq, aşağıdakı hesablaşmalar yalnız nağdsız qaydada həyata keçirilir. 1. Vergilərin, gömrük rüsumları və yığımlarının, qanunla müəyyən edilmiş inzibati cərimələrin, maliyyə sanksiyalarının və faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi. 2. Sığorta fəaliyyəti haqqında, icbari sığortalar haqqında, icra haqqında və xüsusi icra məmurları haqqında Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş ödənişlər. 3. Dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının, səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə, habelə bələdiyyələrə, bu qanunun 3.4.12-ci maddəsinin müddəaları nəzərə alınmaqla ödənilən xidmət haqları və digər yığımlar. 4. Əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında, aylarında 200 min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları,
o cümlədən işəgötürən tərəfindən ödənilən qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər, pensiya, təqaüd, maddi yardım, müavinətlər, o cümlədən birdəfəlik müavinətlər, kompensasiyalar və təzminatlar. 5. Stasionar telefon xidmətlərinin və kommunal xərclərin ödənilməsi. 6. Faizsiz pul vəsaitlərinin vergi ödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla digər ayırmaların ödənilməsi və qaytarılması. 7. Dövlət satın alma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi, xərclənməsi. 8. Təhsil haqlarının ödənilməsi. 9. Tur agentlərə ödəmələr. 10. İxtisaslaşdırılmış qaydada, o cümlədən komissiyon və ticarət təşkilatları vasitəsilə avtomobil satışı üzrə ödənişlər. 11. Pərakəndə satış qaydasında təqdim edilən malların, avtomobillər və bu qanunun 3.4.15-ci maddəsində nəzərdə tutulan mallar istisna olmaqla, satışı üzrə bir əməliyyat çərçivəsində bir nəzarət kassa aparatının çeki üzrə 4000 manatdan artıq olan ödənişlər. 12. Tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində bir nəzarət kassa aparatının çeki üzrə 500 manatdan artıq olan ödənişlər. 13. Lotereyalar haqqında və bədən tərbiyəsi və idman haqqında Azərbaycan Respublikasının qanunları ilə tənzimlənən münasibətlər üzrə müəyyən edilmiş ümumi məbləği 3000 manatdan artıq olan uduşlar, mükafatlar və oyunlarda iştirakla bağlı pul ödənişləri, pul qoyuluşları. 14. Daşınmaz əmlakın alqı-satqısı üzrə mənzil tikinti kooperativinin üzvünün pay haqqı üzrə və bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələrinin alınması ilə bağlı həyata keçirilən ödənişlər. 15. Qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə ümumi məbləği 15.000 manatdan artıq olan ödənişlər. 16. Rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə avtomobil satışı istisna olmaqla ümumi məbləği 15.000 manatdan artıq olan ödənişlər. Vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan fiziki şəxslərdən aşağıdakı mallar nağd qaydada satın alına bilər. 1. Kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu. 2. Əlvan və qara metal qırıntılarının qəbulu. 3. Utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu. 4. Utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu. 5. Xam dərinin tədarükü, alışı. 6. Tullantı yağlarının qəbulu. Bu qanunun 3.4.4-cü maddəsində nəzərdə tutulmuş hesablaşmalar, əməliyyat axtarış, kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyektlərinə şamil edilmir. Maddə 4. Qanunun pozulmasına görə məsuliyyət. Bu qanunun tələblərinə riayət edilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən həyata keçirilir. Bu qanunun tələblərinin pozulması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Maddə 5. Qanunun qüvvəyə minməsi. Bu qanunun 3.3-cü maddəsi ədəbi məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında, aylarında 200 min manatdan artıq olan vergi ödəyicilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minir. İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti. Bakı şəhəri 16 dekabr 2016-cı il.